Uşaqların həm istirahət, həm də yeni bilik və bacarıqlar qazanmaq fürsəti yaradan yay tətili proqramları arasında liderlik, ictimai çıxış və diplomatiya bacarıqlarının inkişafına həsr olunan layihələr də yer alır. Belə layihələrdən birinin bağlanış mərasimi keçirilib. 2 həftə davam edən proqram çərçivəsində 7-17 yaşlı iştirakçılar BMT modeli simulyasiyalarında müxtəlif ölkələri təmsil edərək qlobal problemləri müzakirə edib, həll yolları ilə bağlı təkliflərini səsləndiriblər. Bununla yanaşı debatlar, ictimai çıxış məşğələləri, komanda fəaliyyətləri, eləcə də incəsənət və idman üzrə müxtəlif proqramlarda iştirak ediblər. Çalışdıq ki, uşaqlarda maraq yaradaq. Necə edək ki, bunlar ölkələrin rolunu anlasın, ölkələrin önəmliliyi anlasın, siyasətin önəmli anlasın. Çünki bugün bir çox insanlarda problem odur ki, onlar düşünürlər ki, həyat yalnız işdən və həyat yalnız oxumaqdan ibarətdir. Lakin biz anlamalıyıq ki, bugün ölkəmizdəki əmin-amanlıq və stabillik hamısı siyasət vasitəsilə təmin olunur. Və biz də çalışdıq uşaqlara onu anladaq. Tədbirimizin mahiyyəti uşaqları lider kimi inkişaf etdirməkdir və bu hər zaman BMT-nin simulyasiyası kimi MUN kimi ölkəmizdə tanınıbdır. Və bugün də tədbirimizin bağlanışıdır ki, bura artıq səfirlər dəvət olunubdur. Şagirdlərin sertifikatları, nailiyyətləri səfirlər tərəfindən onlara təqdim olunmuşdur. Mən burada Best Delegator awardu aldım və mən burada cəsur, məsuliyyətli və öz mövqeyimi daha rahat bildirməyi öyrəndim. Mənim üçün bu çox əhəmiyyətli oldu. Həmçinin də bu mənim gələcəyim üçün əhəmiyyətli oldu. Bu keçirilən tədbir mənim çox xoşuma gəldi. Bu tədbir mənə çox kömək oldu ki, mən öz dilimi inkişaf etdirə bildim. Bir də öz güvənimi artırdım. Proqram müddətində gənclər diplomatiya və beynəlxalq münasibətlər sahəsində çalışan səfirlər və diplomatlarla görüşərək onların təcrübələrini dinləmək, maraqlandıran suallarını ünvanlamaq imkanı əldə ediblər. Belə layihələr uşaqların və gənclərin erkən yaşlardan beynəlxalq əməkdaşlığı, diplomatiyanı və öz ölkələrinin məsuliyyət hissini dərk etmələrinə imkan yaradır. İnanıram ki, gələcəkdə onlar öz ölkələrinə fayda verən, məsuliyyətli və fəal gənclər olacaqlar. Onlara demək istədiyim ən vacib fikir budur. Harda yaşamağınızdan asılı olmayaraq ölkənizi sevin və onu layiqincə təmsil edin. Diplomatiya ideyasını təşviq edən bu tədbirdə iştirak etməkdən böyük məmnunluq duyuram. Diplomatiyanın əsas gücü insanları bir araya gətirmək, fikir ayrılıqlarını dialoq və qarşılıqlı müzakirələr yolu ilə sülh şəraitində həll etməkdir. Bugün dünyanın ən çox ehtiyac duyduğu məhz budur. Daha çox dialoq və əməkdaşlıq. Bütün dünya bir ailədir. İnsanlar birlik, qarşılıqlı anlayış və həmrəylik ruhunda birləşməlidir. Diplomatiyada məhz bu dəyərlərin həyata keçirilməsinə xidmət edir. Bağlanış mərasimində proqram ərzində fərqlənən iştirakçılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Onlara tədbirdə iştirak edən müxtəlif ölkələrin səfirləri və səfirlik nümayəndələri tərəfindən sertifikat və mükafat təqdim olunub.